Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri tərəfindən cari ilin birinci rübə ərzində Muxtar Respublika ərazisində 68 yoxlama, eləcə də 312 monitorinq olmaqla ümumilikdə 380 dövlət nəzarət tədbiri həyata keçirilmişdir ki, həyata keçirilmiş dövlət nəzarət tədbirlərinin 173-ü ictimai yaşayış obyektlərinin payına düşür. İctimai yaşayış obyektlərinin sanitar-gigiyenik normalara uyğun şəkildə təşkili əhalinin sağlamlığı üçün olduqca vacibdir. Kütləvi istehlak üçün nəzərdə tutulmuş obyektlərin gigiyenik baxımdan təmiz və səliqəli olduğunu göstərən bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baş verə biləcək müxtəlif miqyaslı qida zəhərlənmələrinin qarşısını almağa və müştəri məmnuniyyətini qazanmağa kömək edir. Aparılan nəzarət tədbirləri zamanı müəssisələrdə məhsulların saxlanma şəraiti, istifadə müddəti, işçi heyətin gigiyenik normalara riayət etməsi və mətbəx avadanlıqlarının təmizliyi diqqətlə yoxlanılıb. Məqsəd istehlakçılara təqdim olunan qidaların sağlam və təhlükəsiz olmasını təmin etməkdir. Mütəxəssislər bildirirlər ki, sanitar-gigiyenik qaydalara ciddi əməl olunması qida zəhərlənməsi və digər sağlamlıq risklərinin qarşısının alınmasında mühüm rol oynayır. Qida məhsullarının hazırlanması, saxlanması və təqdimatı zamanı sanitar-gigiyenik normalara riayət edilməli, xüsusilə temperatur rejiminə qorunması təmin olunmalıdır. Qida bloku təmiz saxlanmalı, avadanlıqlar mütəmadi olaraq yuyulmalı və dezinfeksiya edilməlidir. Çarpaz çirklənmə riskinin qarşısının alınması məqsədi ilə çiğ və bişmiş məhsullar ayrı-ayrı avadanlıqlardan istifadə olunaraq emal olunmalı, istifadə olunan səthlər və avadanlıqlar fərqləndirilməlidir. İctimai yaşayış obyektlərində bu cür nəzarət tədbirlərinin davamlı şəkildə həyata keçirilməsi həm xidmət keyfiyyətinin yüksəlməsinə, həm də vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir. Oruc Mirzəyev, İlqar Məmmədov, NTV Xəbər.